Salam millət. Uzun müddət sonra salamlayıram hər birinizi. Salam, salam. Mən də baba. Çox şeydən bu arada insanların çoxusu yanlış yönləndirildiyi üçün, çox şeydən xəbərləri olmadıqları üçün bizə qarşıdırlar. Bu gün sizə vətən xaini, quldur, cinayətkar bir insanın Nuran 63-ü necə torbasına aldığını göstərəcəyik sizə. Bəli. Nuran 63 özü də bu arada boş insan deyil. Nuran 63 yəni meyillidir maşallah. Yəni bu adama gəlib desəz ki, gəl gedək bank yaraq. Bu adam yəni sizlə ən birinci qabaqda yəni. Nuran 63 baxın millət. Nuran Kərimbəyli Nuran. Bu adam ən başda sizlə gələr. Videoda görəcəksiniz yəni o sözlərini eşidəcəksiniz. Hətta qoy səs qullayım. Onun nələr dediyini, bu sözlərin necə təsdiqini tapdığını videoda görəcəksiniz. Baxın, heç bir yəni bu insan Nuran 63 Akiflə müəyyən bir əlaqə var, onu yaşayıbdı. Bəli. Akif Rzayev adlı şəxsə. Hazırdan videoya keçək. Bu video doğrudan çox ağır bir insident olacaq. Yəni bu nəysə başlayaq. Bu arada millət yemək yeyirəm. Üzr sayın. Bəyənmiş olsun, bəyənmiş olsun. Sağ ol. Bəli, başlayaq. Baxın. Əvvəla buradakı yuxarıdakı mesajı oxuyaq. Bunu Akif Rzayev yazıb, görürsünüz. Hə, DTX-da. Çünki çox çətinlik çəkdim. Kompüter telefonları, ailəmin telefonları. Burada nə yazıb bilmirəm. Bu arada millət bu Karnixin göstərdiyi görüntü burada Nuran ekran açıb. Hətta baxın Nuran hesabıdır. Bəli. Nuran ekran açıb Karnixi göstərir. Belə dəhşət bir başarıymış kimi. Bəli, indi iz qoymuram heç bir cihazda. Gördük ki, təmizəm, iz qoymuram deyir. Gördük ki, təmizəm. Bunların işinə yaradım. Mənə qayıt deyir ki, sən bizə lazım olacaqsan. Dedim, problem yoxdur. Halbuki burada adam yalan danışır. Akif Rzayev. Burada yalan danışır. Onlara alladır. Üstü bağlayalım sadəcə. Hə. İndi əsas məsələyə gəlirik. Burada əsas vətənə xəyanətin olduğu yerə gəlirik. Hazırsınız? Gözün gəlsin. Baxsın Akif Rzayev adlı şəxs. Bu bizə bilsəm bu dəqiqə nə qədər bəxşiş verə bilər. Baxın, baxın, Nuran dediyini eşitdiniz. Eşitdiniz onun dediyini. Bu bizə bilsəm bu dəqiqə nə qədər bəxşiş verə bilər. Baxın. Bilməm. Səfir ilə neçə yaşı var? Lap tam 19 demişlər. Lap 20 yaşı. 170 minə bax. 50 minə bax. Bəlkə daha çox. Bir dənə qəşəng maşın alırsan özünün cibinə. Nə bilim, hər gün yeyib içmək, əyləncə, istirahət. Bizim ölkə demirəm, ha, başqa ölkə. Oyda. Baxın, görürsünüz nə qədər pul gözlü. Yəni pul nə qədər gözünü tutub, halbuki bizə pul gözləyir. Baxın, görürsünüz də. Akifdən mənim ən başına zəhləm gedirdi. Nuran gəlib Akifi bizim başımıza çıxartmışdı. Bəli. Akif bizim başımıza çıxartmışdı. Mən deyirəm ki, Akif yetkili deyilsə burada. Bazı Akif axı Bedwars o videosu verir bizə. Bazıya keçirdək, videoların aylığı ödəməyək də bu bizə videosu verir. İnsanların oğru kartınla. Oğru kartla videosu verir, buz bizə gəl bunun videosuna keçək. Oğru kartla insanların oğru ki Nuran ləyaqətini Akifin verdiyi şeylərə qarşı satır yəni. Akif buna bir şey versin, bu da hər şeyini satar ona. Akifə deyər ki, al hər şeyim sənindir. Tək sən mənə sevər Akif. Akif. Hə, bütün ölür axı Nuran, hər ölür şeyini verər ona. Bəli. Görürsüz. Dəhşət. Bu bizə kömək eləsin də şey. Adam. Aha, o baxın. Baxın. Bu Azərbaycan Respublikası xalqının. Bu arada bunu bağlayarsan, burada məlumatlar bağlayarsan. Burada bəli bağlayacağam məlumatlar, problem deyil. Bu Azərbaycan Respublikasının bütün vətəndaşlarının databazası bu şəxsin əlindədir və bu ağır cinayətlər məcəlləsində vətənə xəyanət olaraq cəzalandırılır. Və bu insanda bu var. Bu nə la? Bu nədir? Əsas ona lütfən bir dənə yaxşı qeyd alsın. Bəli, mən burada yaxşı Bax, baxın, görün, gör. Gör nə deyir? Bütün databaza məndədir. Panel, hə, bax. Nuran da necə sevinir. Hə, necə sevinir.
Evet. Ha bax gör nə deyir? Bax. Düşmüşdüm mən vətənə xəyanət. Uy bulu. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti bu insana ilişib vətənə xəyanətdən 24 illik cinayət işi. Və bu adam, yəni vətənə xəyanət eləmiş bir insandır. Bu sübutdur yəni bu. Özü deyir, öz ağzından. Heç bizim bir iddiamız yoxdur burada. Ha bax. Özü gördü ki, heç nə yoxdur, güya. Güya heç nə yoxdur. Bağladım deyir. O da gördü ki, işte. Bağlanmış şey tapamayız ha. Mən də burada təəccüb edirəm. Bir də Ay, Konix və nəsə videonu dayandıra güzel bilərsiniz şey. bu hissədə. Bəli. Biraz geri ala bilərsiniz bir neçə saniyə falan. Aha. O da gördü ki, işte. Bağlanmış şey tapamayız ha. Ay, nəsə bu bizim Tamam. şey. Davam edə bilərsiniz. Baxın, burada da kiber cinayətini deyir. Beynəlxalq səviyyədə kiber cinayətini. Belə. Ayda. Baxın necə Güzron necə şey eləyir, necə alay alırlar. Bununla yaxşı danışsan. Amma bununla yaxınçılıq ya. Hə, sırf o server bizi yaxın elədi. Daha necə siz Elmarla şey sizi. Hə. Mən hələ Elmanla danışanda. Ha, Elmar bunun yanında heç nə daha. Bu Baxın. Bax. Baxın görürsüz nə deyir? Yəni Akif Rızayevin maddi səviyyəsinin Elmardan daha yüksək olduğunu burada bizə vurğulayır. Mən orada başqa şey deyirəm. Dostluq deyirəm. Yoxsa yəni illegal da o biraz. Bunlar hamısı qeydə alaq. Akif Rızayev. Adı soyadı var. Sosial şəbəkələr var. Bu websayt nədir? 100% bu websaytə girəndə bütün IP adresimiz, bütün hər şeyimiz girəcək. Ha. Burada da belə bir söz yazır, amma bilmir ki, girəcək yəni ora. Əlbəttə ki, sıxa bilmir. Çıxdı girəcək. Belə şey yoxdur yəni, özü başını alıq. Uyda. Düşəcəksən Akif Rızayev, düşəcəksən. Bu nədir ay, yəni ki. Adam bu dəqiqə bizi nəvələrimizə qədər bəsləyə bilər. Baxın gör nə deyir. Nəvələrimizə qədər bəsləyər. Yəni ki, pul. Yəni ki, bu adamın pulu var və bizi nəvələrimizə qədər bəsləyə biləcəyini bu burada bəyan edir. Bu buna görə danışır bundan. Yəni Nurant bəddə. Yəni də əlbəttə. Başqa nə ola bilər ki, yəni bu? Həm kiber cinayətkar, həm vətən xaini, həm də maddi bir necə deyim, köpək. Hələ insanların o kartları ilə bunun onlayn alış-verişlər eləməyi. Bəli. Oğurluq kartlar da. Oğurluq beynəlxalq səviyyədə oğurluq. Hə. Bax burada da özü bəyan edir ki, biraz da danışsam bir dəqiqə tutub yenə aparacaqlar. Ha, bu dəqiqə əlimizdəki. Bəli, yenə aparacaqlar səni Akif Rızayev və Nuran 63 adlı şəxs. Burada indi məsələlər sizdir, onu da göstərim sizə. Qalanında çox bir şey yoxdur, biz burada yəni Nuranla söhbət edirsiniz. Yaxşı ki, Carnix o vaxtı bunun qeydini alıbdı. Yaxşı ki. Çünki Carnix bilirdi ki, bu adam belə şeylərlə yəni hara qədər məşğul ola bilər də. Bəli. Yəni bunu bildirmək lazımdır.
İnsanlar bunu bilmir. Bu dəqiqə onlar gedib Minecraft serveri qurublar ki, indi cəmaət orada oynayır. Yəni Minecraft serveri qalıb. Bizə deyirlər ki, niyə bağlayıb qaçsınız qardaş? Mən belə şeylərin içinə daxil olmaq istəmirəm. Akif cinayətkardır. Akif cinayətkardır. Nuranla bu ikisi bir yerdədir. Bizi qatmasınlar. Mənim Akiflə Discordda söhbət keçmişim, asıb göstərək. Bir dənə şey belə yoxdur. Mən bu adamla nə danışmışam? Səslə belə danışmamışam. Heç vaxt məni Akiflə səslə görə bilməzdiniz. Olanda da çıxıb gedirdim. Mən AFK qalırdım. Çünki mən bu adamla, yəni hətta SS atmışdım Nuran, dirəmişdi. Yəni Akifin adını eşitməkdən bezmişdim mən. Yəni ən başından bu adamdan zəhləm gedirdi mənim. Ki boş yerə deyilmiş. Bəli. Nuran bizə yazır. Akif belə Akif götürdü videosu 516 GB RAM-li. Belə elə. İnsanların uğurluq kartından almış şəkildə. Aram pullarla. Nuran güyəndi oruç tutur, güyəndi oruç tutur da indi bu cənnətə gedəcək. Halallıqdan danışır. Halallıqdan danışır. Güyəndi evdəkilər oruç tutur, özü oruç tutur. Bunlar indi müsəlman ailədirlər. Halbuki oğrudur. Oğrudular. Oğrudular, quldurdular. Yəni yandan oruç tutmaqla deyil. Bəli. Yəni boşuna balaca qarnımı yorma, yeməyə bir. Başı belə. Sətə təmizliyim deyir burada, yəni özün şey demək istəyir. Daha bilmir ki mən burada alıram. Ben Uran 63 da bilmirəm. Mən də sizin güvənli qazanım. Bana nə tərsilir, nə tərsilir. Baxın millət, budur yəni, Nuran budur. Qorxaq, alçaq, şərəfsiz, ləyaqətsiz bir insandır bu. Baxın. Oğru, şərəfsiz, heyvan. Budur millət, baxın nə tərsilir. Ona bax. Paşinyan deyir elə. Paşinyan bundan yaxşıdır, Paşinyan bundan yaxşıdır. Şifsə basılır. Budur yəni, baxın necə. Qorxağa baxın. Aa, Bilir axı işini. İşini bilir millət çünki. Bəli, qoy. Nəysə, burada sonlandıra bilərik. Yoxsa davamı var mı? Davamında bir dənə şey var. Prosta gözləyirəm bu sahə yaxşı görünsün. Bir dənə şey olacaq. Baxın, görsün hamı görsün. Ondan sonra şey olacaq. Bitəcək. Qoy hətta mən biraz qabağa verim. Ha gözlə, burada mənim qeyd aldığım yerin üstündə var. Ha. Həm də bu detay məsələsindən sonra ar verdim. İzlənmədə olduğuma dair şübhələndim isimdə. Çox gözə batmamağa çalışıram. Baxın görürsüz necə də öz dilinlə buna etiraf edir ki, mən kiberizanətkaram, mən vətən xainiyəm, 24 illik mənə cinayət işi açılacaq. Əlimdə elə bir sistem var ki, məsələn, bir dənə sayt olsun, səndə login olmasın, hesab ederəm o saytın blogları. Baxın bu da kiber cinayətdir. Yəni kiber cinayətdir. İnşallah lazım insanlar görür bunu. İnşallah. Baxıram burada nələr yazıb. Allah bilir burada nə atıbdı. Nuran mənə göstərmir. Onu keçdim. Allah bilir bunlar nələr danışıblar. Bizim xəbərimiz yoxdur. İndi bir dənə bu var. Nələr danışıblar onu Allah bilir. Bir dənə əlimizdə bu var bizim. Hə, bir dənə əlimizdə bu var doğrudan. Bax. Qalanını insanlar məncə təxmin edə bilər. Baba, Nuran 63 burada, yəni pula görə nə şeylərə girdiyini. Necə danışdığını görürsüz. Paxıllıq lan. Ha, burada nədir belə? Nəysə. Azığın qarışması. Şöyle gözüm pul gördü. Baxın pul. Sonra bizə pul haqqında, yəni böhtanlar atırlar. Pul. Köləsi olmuş insan buradadır. Ağzınızın içində. Hələ bir dənə də sarsaq var, o da bu sarsaq oğrunun tərəfini tutmayanlara söyür. Onun da axırına çıxacaq. Onun da axırına çıxacaq. Baba, Valla mən bunlara xəbərdarlıq edim. Dedim ki, yəni nəysə. Bəli. İnan fikirləşə bilmirdim. Silin qutarın, ürəyimiz öldü. Onsuz silməyə biz eşinə yaramayacaq. Bir dənə o son şeyi də göstərim sizə. Hə. Tamam, burada silinib qutarır. Hə, burada Nuran yazır, hə, harda qalmışdıq? Hə, server zad yazır. Hə, bax, yürüşürlər. İndi Nuran bir şey yazacaq. Məzələnəcək. Bir dəqiqə. Baxın. Baxın, burada necə məzələnir.
Buranı zoomlayarsan da arada lazım gəldikdə zoomlaya bilirsən. Zoomlamağı bilmirəm, yəni görən görür də da bu. Buna atına Evet, gəlir. onda onu çək video axsın görsünlər də. Hə. Hə, baxın burada Akif Rzaevdə necə məzələnir. Necə məzələnirlər Azərbaycan Respublikasından. Yəni olay budur yəni, bundan ibarət. Ay bu vəbşi xaricdən də var idi ya. Orada xalq dünyada xalq. Heç nə deyil. Hə, vəsə bu Və qədər. bu Bu insanlar qədər idi. bizə qarşı bayaq Anix mənə göstərdi. Təhqirlər istifadə edirlər, təhqiramiz sözlərdən istifadə edirlər bizə qarşı. Yəni onların da şəkilləri var. Nəysə də onları göstərməyəcəyik. Yoxdur, əsas söhbət burada budur. Yəni bu insanlar qorxaq, alçaq, şərəfsiz insanlardır. Hər kəs görsün. Bunları bilməyənlər onlarla həyatda əlaqədədir ona görə. Mən bunlarla əlaqəni tam kəsmişəm. Bəli, bəli. Bunu bilməyən insanlar hətta onları sevəndə oynayırlar falan, söhbət edirlər. Göyəndə bunlar gülüb falan edirlər. Göyəndə bunlar məsumdurlar da. Yəni amma bunların işlərini bilən bilir. Bilməyən insan çoxdur amma. Artıq biləcəklər. Artıq biləcəklər. Mən gedirəm indi millət. Bəli. Videonu sonlandıra bilərik. Bəli, sonlandıraq. Yəni artıq görülən görüldü. Bundan sonra da bu bizə artıq bu Bizə qarşı bu arada bir şey eləsələr, mən nə olacağını demişəm özlərinə. Yəni özləri baxsınlar. bəli zaten olacaq. Zaten olacaq. Olacaq Danışıqlar onsuz aparılır. da. Yəni Bəli. bu dəqiqə bunu paylaşaq ki, bilsinlər, yəni hamı görsün də bilsin yəni. Onların bir şeydir. qrupları da var. Orada da artıq əgər bizim haqqımızda danışan insanlar bunu görəcək, peşmançılıq səsində çəkməsələr, bizim haqqımızda yenə danışmağa davam eləsələr, artıq onların da necə deyim, haqlarında biz məsuliyyətə cəlb eləməliyik onları. O videoda biz gizlətmirik, hər şey göstərdik. Bəli. Heç bir Millət, gizləcək sağ olun. yoxdur. Sağ olun Son dəfə millət. deyirəm. Son dəfə deyim bunu. Adios amigos. Buenos Aires. O, Bir Buenos keyif Aires. Başqa məni çağırır. Davay mı? Sağ olun. Sağ olun.